Herkese salam. Yeni bir vlogla yine karşınızdayım. Bugün sizinle birlikte adi ama çok sevdiğim bir gün geçireceğiz. Evde hazırlıklar, günlük hayat, yolda geçen anlar, güzel manzaralar ve günün en hoş sürprizi bu vlogda olacak. Bəzən en sadə günlər belə insanın yaddaşında qalır. Mən də bu kiçik anları sizinle paylaşmağı çok sevirəm. Birlikte biraz söhbət edəcəyik, biraz gezməyə çıxacağıq ve günün sonunda ise çok şirin bir an yaşayacağıq. Çayımızı ve qəhvənizi götürün, videoya rahatca yerləşin və vlogumu izləməyə başlayın. Ümid edirəm sizə də xoş enerji keçər. Marketdə belə bir halva gördüm və günə baxan halvasına oxşatdım, aldım. Amma sən demə, tahin halvası imiş. Açığı normal günə baxan halvası kimi gözləyirdim, amma dadı tamam fərqli çıxdı. Tahinli olduğu üçün çox kəskin və ağır bir dadı var imiş. Bir-iki qaşıqdan sonra artıq yeyə bilmədim. Amma tahin sevənlər bəlkə çox bəyənər. Mənim üçün biraz çox tünd oldu. Siz bunu sınamısınız? Bəyəndiniz yoxsa mənim kimi yarımçıq saxladınız? Çanakkale'ye köçəndə qaynanan bəzi hazır yeməklər bizim üçün hazırladı ki, gələn kimi əziyyət çəkməyək. Bunların içində lahmacun və mantı da var idi. Lahmacunun içliyini sadəcə evdə hazırlayırlar və göndərirlər fırına və xəmirin ödənişini edirlər sadəcə. Fırında lahmacunu fırının öz işçiləri bişirib verir. Biz isə buzluqda saxlayırıq və yeyəcəyimiz zaman çıxarıb isidirik. Eyni zamanda mantı da hazırladı bizim üçün. Mantı görünüşcə bizim düşbərəyə bənzəsə də, içliyini tomat vururlar və fərqli ədvalar qatırlar. Bişirən zaman isə suyuna nar şərab qatıb o cür qaynadırlar və o cür servis edirlər. Üzəri üçün isə tomat, sarımsaq, bunları biraz qazda qovurub üzərinə servis edirlər. Bizim evin belə bir balkonu var. Balaca bir balkondur. Sadəcə külək olduğuna görə hər gün məcburam ki, buranı süpürüm, ya yuyum, ya toz olur. İndi gətirmişəm şotkanı, suyu, yuyacam buranı şampunla. Belə. Bir də yoldaşım belə bir balaca masa düzəldib çöldə oturmaq üçün. Yoldaşım gətirdiyi gülləri də belə çaşqaya qoydum suda. Masanın üstüne koydum. Ümumi mənzərəmizdəki belədir. Düzdür, Gəncədəki evimizin mənzərəsinə çatmaz. Amma burada pis deyil. Şampunladım kafeli. İndi təmizləyəcəm buranı. Suyla axıdacağım. Burada da belə bir drap var. Oradan axıb tərtəmiz olur. Əslində bəzi vaxtlar mən buranı silirəm də, sadəcə çox toz olduğuna görə düşündüm ki, silsəm təmiz olmayacaq. Belə. Bina yeni tikilən bina olduğuna görə
hal-hazırda çox evlərdə yaşayış yoxdur da. Burada qonşularımızın balkonu. Belə yudum hər yeri. Duruladım, biraz şampunladım, biraz duruladım fırçayla. Sadəcə burada biraz beton izləri qalıb. O da ki zamanla gedər yəqin ki. Belə tripodum orada biraz video çəkdim. Buranda məhəccərləri. Burada göyərçinlər var. Buradan təmizləyirəm, oradan gəlirlər, pisləyirlər. Buraları da təmizlədim. Elə oldu tərtəmiz. Heç belə stəkanda çay içən görmüşdünüz. Yoruldum. Əl üstü dedim ki, bu stəkanda süzüm. O bir stəkanları çox sevmirəm. Gərək özümə qəşəng bir fincan alım. Belə. Keçən vlogda bu gülləri sizə göstərmişdim. Deməli bunları suya qoymuşdum. Qabım yox idi əkmək üçün. İndi qab gətirmişik. Bunları əkəcəm. Burada bir dənə bu sırğa gülüdür. Balaca qaba bastıracağım. Digərləri isə qızıl güllərdir. Düzdür, heç bir kök atmayıb. Sırğa gülü də kök atmayıb. Amma belə tomurcuqlayıb, neçə dəfə açıb. Belə göstərim sizə. Qırmızı qəşəng belə gülləri olur. Sonra bu güllər, qızıl güllər hamısı tomurcuqlayıb. Yəni açıblar. Deməli ki, canlıdır bunlar, ölməyibdir. Bunları indi bastıracağım. Belə qablarım var. 5. Bir dənə də içində balaca 6 dənədir. Buna sırğa gülünü əkəcəm. Bir dənə də belə torpağım var. İnşallah ki, bəs eləyər. Bu gülü bastırdım bu cür. Sırğa gülü. Belə yaxından göstərim. Torpağı tam ağzına qədər doldurmaq istəmirəm. Çünki istəyirəm bütün qablarıma çatsın. Və onsuz da ki, ağzına qədər torpaq doldursam da bir mənası yoxdur. Bu qədər bəsdir elə. Bugünkü vloqum tam sakitlik və huzur dolu keçdi. Uzun zamandır istəyirdim ki, evdə özüm üçün yaşıl küncümü yaradım. Bu gün nəhayət dibçəklərlə gül qələmələri əkdim. Torpağı hazırladım, dibçəkləri düzdüm, sonra bir-bir qələmələri yerləşdirdim. Əslində çox sadə görünən bir şeydir, amma insan bunu edəndə içində qəribə bir rahatlıq hiss edir. Torpağın qoxusu, sakit musiqi, pəncərədən gələn işıq, bütün evin abu-havası dəyişdi. Mən həmişə düşünürəm ki, güllər olan ev daha canlı olur. Hətta danışmasalar belə insana enerji verirlər. Qələmələri əkərkən düşündüm ki, bəzi şeylər həyatda güllər kimidir. Səbir istəyir. İlk gün heç nə görünmür, amma zaman keçdikcə böyüyür, dəyişir və sonunda gözəl bir çiçəyə çevrilir. İnsan özü də biraz belədir. Əslində hər şey yavaş-yavaş formalaşır. Ən çox sevdiyim hissə isə dibçəkləri düzəndən sonra onlara baxmaq oldu. Sadə olsalar da evə çox şirin görüntü qatdılar. İndi isə hər səhər duranda ilk onlara baxacam yəqin. Bu aralar belə sakit və yavaş günlər mənə çox yaxşı gəlir. Telefonsuz, tələssiz, sadə özüm üçün nəsə etmək insanın beynini də rahatladır. Bəzən xoşbəxtlik elə bahalı və böyük şeylərdə olmur. Bir fincan çayda, sakit musiqidə və torpaqla məşğul olduğun bir neçə dəqiqədə olur. Ümid edirəm qələmələrim tezliklə böyüyər və çiçək açar. O gün gəldikdə bu videoya qayıdıb hər şey buradan başlamışdı demək çox gözəl olacaq. Videonu sona qədər izləyənlər yazsın. Siz evdə gül yetişdirməyi sevirsiniz? Ən sevdiyiniz gül hansıdır? Belə balkonlarımızı pisləyən qonağımız da gəldi. Həmişəki saatında. Buna qumru deyirlər burada.
Burada da belə 2 qabım qaldı. Bir dənə istifadə etsəm bunu da istifadə edə bilərəm. 2 dənə belə qabım qaldı. Qaynanam mənə belə 2 dənə sırğa alıb. Özü tək getmişdi. Sonra mənə görüntülü yığdı. Mən də bunları seçdim. Biri belə Cartier'dir. Tam dəqiq göstərim. Biri belə Cartier'dir. Ümumiyyətcə Cartier'i mən çox sevirəm və balaca sırğaları da çox sevirəm. Cartier'i qızılda da sevirəm, belə bürüşterlərdə də sevirəm. Biri budur. Bir dənə də belə incili sırğalardır. Bunu telefonda seçdim. Amma dedim ki, çox abartılı bir şey sevmirəm də, yəni yəqin ki, çox taxmaram. Bunu Hupingi daha çox, Cartier'i daha çox taxaram. Amma həqiqətən gələndən sonra ən çox taxdığım bunlardır. Bunlar daha gözəl yaraşır. Cartier'dəki çox balaca imiş. Bilsəydim biraz böyük olanını götürərdim. Amma sadə olduğuna görə çox sevirəm onu da. Belə. Gündəliyə taxmaq çox rahatdır. Bir dənə də belə makyaj qutusu alıb. Şəffaf qutudur. Bunu da mən seçdim əslində görüntülü yığanda. Orada bir neçəsi var idi. Parçalar da var idi. Əslində parçaları da çox sevirəm. Sadəcə bunun rəngini çox bəyəndim. İçi də bayağı böyükdü. Gündəlik falan çantaya qoymaq üçün rahatdır. Belə. Son olaraq bu gözəl görüntü ilə sizinlə sağollaşmaq istədim. Vlogu sonuna qədər izlədiyiniz üçün hər birinizə böyük təşəkkür edirəm. Kanalıma abunə olmağı, videonu like eləməyi unutmayın. Yeni vloqda görüşənə qədər hələlik.